Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi tərəfindən Uşaq İncəsənət Festivalı çərçivəsində həyata keçirilən tədbirlər, regionda yaşayan uşaq və gənclərdə mədəni həyat tərzinin formalaşması işinə köməklik göstərilməsi, bədii estetik zövqlərin tərbiyə olunması, yaradıcı düşünmək potensialının inkişaf etdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Qeyd edək ki, Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi şəhər və rayonlarda 24 nominasiya üzrə 6-17 yaş arası 1600-ə yaxın iştirakçı qeydiyyatdan keçmişdi. Qeydiyyatdan keçən namizədlər 21 aprel 2025-ci il tarixindən etibarən start verilən birinci seçim mərhələsində öz bacarıqlarını nümayiş etdiriblər. Mən bugünkü festivaldan öz əsərlərimlə qatılmışam. Mən iştirakçılar mənim əsərlərimə çox gözəl yanına baxırlar və mənim əsərlərimi çox sevirlər. Ümumi lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Uşaq İncəsənət festivalında 14-17 yaş qrupunda dekorativ tətbiqi sənət nominasiyası üzrə 3-cü yerə layiq görülmüşəm. Bugünkü festivalda əsərimi gətirmişəm. Əsərimin əsas mövzusu erkən nikaha yoxdur. Hər kəsə mesaj çatdırmaq istəyirəm ki, qızların təhsil alma hüququ var. Qızlarımız təhsil alsın, qızlarımız işləyə bilsinlər və onlar erkən nikaha cəlb edilməsinlər. 2023-cü il Ümumilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş Uşaq İncəsənət Festivalında rəssamlıq nominasiyası üzrə 10-13 yaş qrupunda Respublika üzrə birinci yerə layiq görülmüşəm. Qızıl Pin, yüksək məbləğdə pul mükafatı və hədiyyələrlə mükafatlandırılmışam. Uşaq İncəsənət Festivalı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin və Heydər Əliyev Mərkəzinin birgə təşkilatı dəstəyi ilə həyata keçirilir. Aqilə Sədov, Musa Qəmbərov, Bugün İnformasiya proqramı üçün.